Hər vaxtınız xeyir olsun. Tarın adı onun adı ilə qoşa çəkilir. O, adını tar ifaçılığı sənətinin ən yüksək zirvəsinə yazıb və hər gün də bu zirvəni öz varlığı ilə zənginləşdirir. Söhbət studiyamızın bugünkü qonağı, aprelin 30-u doğum gününü qeyd edən görkəmli tarzən xalq artisti, şöhrət və şərəf ordenli, dövlət mükafatı laureatı Professor Ramiz Quliyevdən gedir. Xoş gördük Ramiz müəllim. Xoş gördük, xoş gördük. Təbrik edirəm sizi. Çox sağ olun. Ad gününüz münasibəti ilə və təşəkkür edirəm ki, məhz bu özəl gündə bizə vaxt ayırıb efirimizə gəldiniz. Mən də sizə təşəkkürümü bildirirəm. Real TV mənim üçün əzizdir. İki qat əzizdir. Kollektivistə, oradan başda da çox hörmətli mənim əzizim Mirşahin müəllimin rəhbərliyi ilə, ondan sonraki baş redaktor Səbinə xanımın rəhbərliyi ilə, ümumiyyətlə Ülviyə xanım, yaxşı xanımları, yaxşı gözəl insanları hamısını yığıb qoyublar, realdadır. Baxıram, ürəkdən sevinirəm və fəxr eləyirəm ki, elə bir televizorda o tamaşaçılara elə bir xoş səslər deməliyik ki, o hamı inanır və sevir, hörmət bəsləyirlər sizə. Bax odur. Təşəkkür edirəm xoş sözlər üçün. Arzularımız sizə sonsuzdur. Can sağlığı arzu edirik. Ramiz müəllim, tarla tanışlığınız necə olub, necə xatırlayırsınız? O mənim tarımın səsidir. O mənim millətimin səsidir. Dövlətimin səsidir. O tarın səsi ana səsidir. Halal səsdir. Torpağın səsidir. Adam necə ola bilər? Yer kürəsini iki dəfə səhnələri, qastrollarda tarımla gedib gəlmişəm. Onlara baxmışam. Demişəm ki, ilahi pərverdiyara, nə qədər gözəl insanlar varsa, qoy olsun, amma Azərbaycanla bərabər gözəlliyinə görə, insanlığa görə, onunla istedadlığa görə, sonra elə bir variantlar var ki, orada qonaqpərvərlik, dostpərvərlik, bunlar hamısında cəmləşib Azərbaycanda olubdur. Ona görə də mənə də qismət olubdur. Mənə elə bir qismət oldu ki, uşaqlıqda mənə elə gəlir ki, hələ mən ananın vətənində tar axtarırmışam, səs astarmışam. Mən ona görə taleyimə çox böyük minnətdaram ki, mənim bəxtimi, taleyimi tara bağlamışam. O bağlamaq, onu sevmək, başqa bir tarixi faktlar var. İndi icazə versəniz, mən onu deyərəm, tamaşaçılarımıza da, hörmətli insanlara da bildirim ki, mən Qarabağda, Ağdam rayonunda, şəhərində balaca vaxtı Ramiz 3-4 yaşımdadır, yadımdadır. Orada görürdüm ki, musiqi səsləri gəlir. Mən anama dedim ki, ana, baxmaq lazımdır ki, bunlar kimdir, bu hansı səslərdir? Dedi, atan yaxşı bilir. Mən də icazə almadan düşə bilmirdim küçəyə. Atama dedim, atam da dedi ki, 5 dəqiqəlıq, 10 dəqiqəlıq get, baxara gəl. Mən düşdüm aşağı qonşumuza, baxdım, gördüm ki, bir musiqi gəlir. Elə gözəl ifa olunur ki, məni cəlb elədi uşaqlıq dövründə. Baxdım, gördüm ki, qonşudur, mütəllim kişidir. Orada biz gözəl bir işçi vardı, mütəllim kişi. Onun oğluna deyir ki, onun da oğlunun adı İsmail idi. Həvəskardı. Ona deyir ki, mən də hasardan baxıram. 3 yaşımda, 4 yaşında hasardan baxıram, görüm. Nə deyəcəklər? Çalırlar. Sonra deyir ki, İsmail, biraz da pəltək danışırdı. Deyirdi ki, İsmail, sənin canın yanmasın. Biraz bir insafın olsun da. Bu sarı simə də burada la. Bu sarı simə burada la. Bu sarı simi deyəndə
O başa düşmədim mən. Sarı sim hansı simdir? Nə simdir? Qaçdım, gəldim evə. Evə gəldim, evimizə dedim ki, atama dedim. Dedim, ata, bizdə atamızda Seyid nəsildir. Ağa deyirdik. Dedi, ağa, bu sarı sim deyirlər. Deyir o bala, o tarın simidir. Bəs o tar hardadır? Dedi, bir de bu divanın, bir de burada divarda sallanır. Dedim, bu kimindir? Dedi, əminindir. Mənim əmmindir. Onun gözü doldu. Dedim, soruşdum anamdan, niye belə danışdı o? O 1941-45-ci müharibəsində yaralanmışdı. Həbib Quliyev qolundan, bədənindən axıracan yaralanmışdı. O həvəskar evimizdə tar vardı. Mən də uşağında bilmirdim o neydi orada. O da hərbi komissar işləyirdi Kəlbəcərdə. Həmən oradan gözlədim, gəldi, tapan kimi qucaqladım, o məni qucaqladı. Gəldi, dedim, gedək, əmi, sənə bir şey göstərəcəm. Göstərdi, dedim, bu nədir belə? Dedi, bu tardır. Dedim, bu tar kimindir? Dedi, sənindir. Dedim, ilahi, bu sözü mənə deyəndə dünya mənim oldu. Yer kürəsi elə bilgilən ki, təzdən bir gözəlləşir, şıqlaşır. Mən o alətin içərisinə baxdım, gördüm, belləyirəm, köhlənməyib. Barmaqlarımla o da tuta bilmirdi. Mən aşığını belə vurdum, əmi də barmaqları ilə belə elədi. Qardaş oğlu əmi bir tarı 2 nəfər köklədik. Bugünkü günə qədər o tar kökdən düşmür. Bu millətin, xalqın səsidir. Ona görə də kökdən düşmür. Və dünyanı gəzib dolaşır sizinlə həmin o səs. Doğum gününü qeyd edən sənətkar, özünüz özünüzə nə arzu edirsiniz? Mənim arzularım çoxdur. Xatirələrim də çoxdur, arzularım da çoxdur. Yaşayıb yaratmağa dəyər. Çünki bu xalq, Azərbaycan xalqı musiqi sevən xalqdır. Ondan qədrini bilən xalqdır. Musiqiyə elə bir gözəllik yaradırlar ki, yaşayıb yaradırsan. Ona görə də mən özümə nə məsləhət bilirəmsə, mən əzizlərimə, tamaşaçılarıma, televiziyanın bugünkü gündə, görüşümdə məni ki, dəvət edirsinizsə, şərait yaradırsınız ki, bu tamaşaçılarla görüşüm və bəli, deyirəm ki, bax, bu arzu ən gözəl arzuların biridir. Yaşamaqdan özünü görmək, sevmək, o mənə xoşbəxtlik gətirir. Mən bu arzuların içərisində son arzu deyə bilərəm ki, elə bugünkü günlərdə əldə olunan nailiyyətlərin görmüşəm. Çox çətinliklər günlərdə görmüşük. 30 il düşmən əlində qalıb bizim ölkəmizdə. Amma Ali Baş Komandanın rəhbərliyi ilə, bizim cənab prezidentimizin dəyanəti ilə, elmi ilə, onunla bilirsiniz, ürək ayrı şeydir, vur demək ayrı şeydir. O vurdu, millət qalxdı, birləşdilər, mehribanlaşdılar. İndi əskərlərimiz, ordumuz gözəl, qüvvəli yerində, amma şəhidlərimiz də vardı axı. Biz o şəhidlərə mən Allah rəhmət eləsin deyirəm, qazilərə Allah'a can sağlığı versin deyirəm, mən bunu arzu edirəm. Amma bugünkü günlərdə bizim işğaldan azad olunan rayonlarımıza abadlaşılır, quruculuq işləri çoxdur, çox gözəldir, böyük bir arzudur bu. Bax, bu arzuların oyla yaşayıram mən. O arzularımı mən öz-özümlə belə fikirləşirəm ki, ilahi, sən mənə verdiklərimi bərk əlinlə ver.
o anadan olduğum için yer var. Ağdam şəhəri var. Mən ana görəndə baş əyirəm. Qadın, xanımlara çıqat baş əyirəm ki, övladları və hərbiçiləri yaradan analardır. O anaların qarşısında acizlik deyil, o qoçaqlıqdır. Mən arz eləyirəm ki, həmin o tut ağacımız vardı Ağdamda, evimizdə. Həmin o evimizin altında oturub, tarımı açıb, bu cəmaata öz minnətdarlığımı, dövlətə, millətə, xalqa minnətdarlığımı bildirərdim və eyni zamanda bu analara, ruhunu dəyişmiş, dünyasını dəyişmiş analara rəhmət olsun deyirəm və yaşayanlara da deyirəm ki, Allah yaşasın ki, anasız yaşamaq çətindir. Mən o ana mahnısını ifa eləyərdim. Elə yeri düşmüşkən, sevilən sizin ifanızda bizim dinlədiyimiz həmin o mahnı, ana mahnını istərdim qısaca olaraq indi dinləyək birlikdə. Möhtəşəm bir bəstədir, möhtəşəm ifadır Ramiz müəllim. Yəqin də bununla bağlı sizin xatirələriniz var. Çoxdur xatirələr, amma Ülviyə xanım, ən gözəl mahnılar, əsərlər analara həsr olunubdur. Bu analara verilən diqqət, qayğı borclu, öz borcumuzu qaytarmalıyıq. Mən bu anal mahnıları çoxdur. Amma bax bu ana mahnısı Sevil Əliyevanın ana ifasıdır, ana əsəridir. Həmən bax bu onun elə bir tərzdə ifa olunub ki bu sözləri də, musiqisi də ananın həsrətinin çəkir. Unudulmaz böyük bir akademik Zərifə xanımın həyatına həsr olunmuş bir ana mahnısıdır. O millətə, xalqa sevgi gətirən bir ana mahnısıdır. Çox ana gözəl mahnılar vardı. Amma bunu mən həmişə evimdə də, qəlbimdə də saxlayıram bunu. Və Ulu Öndərin də sevdiyi bəstələrdən biri idi bu. Bəli, mənim yadımdadır. Unudulmaz böyük dövlət xadimi olan Heydər Əliyevin bir vaxt qonaqları vardı. Həmişə dünyəvi böyük bir qonaqları dəvət eləyirdi. Dünyəvi tanınmış insanları. Mənim yadımdadır, 1997-ci ildən aprelin bax bugünkü günüdür. Onda unudulmaz Heydər Əliyev dəvət eləyir. Böyük bir dünyəvi violonçelist Mstislav Rostropoviçi dəvət eləyir. O da məmnuniyyətlə xarici ölkədən gəlir və bizim qarşımızda tarı və mahnını təqdim eləyirik. Biz orada gəldik. Bizim Əydib Quliyevlə bir yerdə elə bir əsər vardı ki, onu ifa eləməliydik. Özdə orada muğam da var, texniki əsərlər də var. Bunu o dərəcədə bunlar diqqətlə baxdılar, salamladılar. Onu belə bir siz xoş, gözəl sözlərlə. Gəlmişkən həmin o görüntülərdir. Mstislav Rostropoviç
Ulu öndərimiz, həyat yoldaşı, həmin sizin danışdığınız tədbirdəndir görüntülər. Bəli, onda da 10 yaşı vardı, 12 yaşı vardı. Bizim indi Akademik Opera Balet İndi səhnələri fəth edib, dünyanın bir çox nüfuzlu səhnələrini. Oradan gəldi bizi Rostropoviç Nurmaz Heydər Əliyevə dedi ki, özlə Rusça dedi, Heydər Əliyeviç, это fantaziya, это çuda. Yəni möcüzədir bu. Bu çalmaq, bu ifa möcüzədir. Və ona xahiş elədi ki, bizi aparsınlar Moskvada, onun yubileyi olacaqdı. Onun Rostropoviç'in 70 illiyi. Biz getdik oradaydık. Orada da onları təbrik elədik. Ondan sonra Müslüm Ağamayev gəldi, bizdən görüşdü. Bütün o dünyəvi belə musiqi elitləri, gözəl adamları hamısı oradaydı, bizdən görüşdülər. Azərbaycan tarına, Azərbaycan millətinin o nailiyyətlərinə, başda da o vaxt böyük ulu öndərin elədiklərini hamısını alqışladılar. Bax, bu məni ruhlandırır. Ramiz müəllim, elə Eyüplə birlikdə ifanızdan da qısaca olaraq dinləyərdik. Bu ifa bilsən necədir? Burada çargahın elə yeridir ki, burada bir dünya ayrılır. Yəni, qoçaqlıq, mərdlik dünyasının muğamının göstərişidir. Vəhdətidir. Mən onu çalanda bilmirdim hara baxam. Kimə baxam bilmirdim. Ümumiyyətlə, mən ifa eləyəndə o dünyaya baxıram. Elə biləcəm, ruhum oradadır, canım da oradadır, hamısı oradadır. Mən orada içərisində nələr elədiyimi elə indiyə qədər də bilə bilmirəm ki, möcüzə odur ki, o muğamın böyüklüyüdür. Musiqinin böyüklüyüdür. İçərdən işlədiyim elə şeylərdən elə yerdə var ki, sağ əl dayanır, sol əl tək əlirdi. Əlimlə alırdı. Əlimlə belə alırdılar. Orada böyük bir vokalist, o böyük bir Galina Vişnevskaya, Pavlovişna məəttəl qaldı. Elə belə baxdılar, kollektiv orla qonaqları elə alqışladılar ki, bu muğamın yüksəkliyidir. O tarın ucalığıdır. Ramiz müəllim, gəlin birlikdə dinləyək. Möhtəşəm. Bilirsiniz, Əyyubun bu yaşda bu cürə ifası möcüzə idi. Ona görə də Əyyubun ifalarına baxanda dedim, ilahi pərverdigara, o bu tarın üstündə getsə, öz-özümdə fikirləşirdim ki, mənim dədəmi yandıracaq bu. Yaxşı ki, dirijorluğa getdi. Sonraki əsərlərdə, bütün vaxtlarda ürəyində, texnikasında, başında, idrakində, biləklərində, qəlbində, bütün damarında musiqi axır. Əyyubun elədikləri məndən 2 qat artıqdır. İndi isə 5 qat artıqdır. O, elə bilirəm ki, həyatın inkişafıdır. Bugünkü günün tələbatıdır. Və deyirəm ki, yaşayıb yaratmağa dəyər. Belə işləri eləmək lazımdır. Biz özümüz də şahidi oluruq, dəfələrlə Əyyub müəllimi işıqlandırırıq. Necə nüfuzlu səhnələrdə çıxış eləyir, necə
nüfuzlu, möhtəbər orkestrləri idarə edir dünyanın məşhur səhnələrində, məşhur xarici orkestrlərinə. Bilirsiniz, o qədər orkestrlər var, o qədər dirijorlar var, çoxdur. Mən indi sahib deyə bilmərəm. Deməli, o olduğum ölkələrdə hamısında simfonik orkestrlər, estrada simfonik orkestr, sonra xalq çalğı alətləri orkestrləri var, ansamblları var, trio var, tək solo var. Ümumiyyətlə, proqram çox genişdir. Çünki yüzlərlə əsərlər var. O qabaqçı əsrin ortasında olan nailiyyətləri biz biraz da uzaldıq. Zirvələrə biz ona qaldırıq. yenə də Əyyubun dirijorluğu kimi ilə baxıram, görürəm ki, mən üçün 2 dəfə asan da olur. Bilirsən niyə? Ata, oğul. Oğul atanın ifasını bir-biri tamamlayır. Əyyub dirijorların hamısı ilə demək olar ki, cavanlıq vaxtında, mən özüm o vaxt olanda da, indi Əyyub da gənclik vaxtında 5-6 dənə dünyəvi beynəlxalq dirijorlar müsabiqəsinin Grand Prix və bir də birinci yerlərini alıbdı. Nail olubdu onu. O, hər adamın işi deyil. O, Sankt Peterburqda təhsil almaq, Azərbaycan Konservatoriyasının, Musiqi Akademiyasının təhsilini almaq, bu təhsilə olan elmə diqqətdir. O vaxt 20-ci əsrin ortasında olan, başlanan mədəniyyətə, musiqiyə, təhsilə, ondan maarifçiliyə, bütün hər sahələrə diqqət göstərən unudulmaz Heydər Əliyevin məktəbi idi. O, Heydər Əliyev yoluydu. Bax, o inkişaf bu günləri çıqat biraz da gedir cənab prezidentimizin əli ilə və köməkliyi ilə. Siz bunun şahidisiniz. Həm Ulu Öndərin mədəniyyətimizə olan qayğısı, bugün İlham Əliyevin bizim mədəniyyətimizə olan qayğısı və bundan irəli gələrək də Azərbaycan mədəniyyəti də bugün dünyanın bir çox ölkələrində nümayiş etdirilir və fərqlənir də Ramiz müəllim. Fərqlidir. Ümumiyyətlə, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini fərqləndirən nədir sizcə? Deyə bilərəm. Təbii ki. Əgər real deyirsə, demək olar. Real həqiqətdir. Həqiqəti demək lazımdır ki, bizim qızıl əsr dediyimiz 20-ci əsr böyük mədəniyyət, böyük musiqi dünyası, incəsənət, təsviri sənətlər, elmi, bütün maarifçilik dediyimizi yeri inkişafları öz yerində indiki zamanda şərait çox gözəldir, çox artıqdır. Bilirsiniz niyə? Əvvəllər notları o qədər tapmaq mümkün olmurdu. Repertuarları tapmaq olmurdu. Biz özümüz onda gedirdik xarici ölkələrdən, məsələn, Mozart'ı, Çikovskini, sonra Brahms'ı, ne bileyim bütün əsərləri oradan tapırdıq. Biraz da burada vardı. Dahi Üzeyir bəyin o əli ilə, onun böyük dahiliyi ilə elə oldu ki, Azərbaycan musiqisi eyni zamanda Qarabağ dünyasının bir tərəfi azadlıq olduğu ki, yarandı ki, orada əsərləri eləmək 30 il azaldı. Amma o illərdən əvəzini biz çıxa bilirik. Amma düzün danışmaq lazımdır ki, yüngül əsərlərdən qaçmaq lazımdır. Ağır, samballı ifalardan, məsələn, tarın öz doğma səsini vermək lazımdır. Onun doğma səsini, kamanın səsini doğma vermək lazımdır. Notları
tapmaq var lazımdır. Bilirsiniz, muğam bizim dəryadır, qəlbimizdir, böyük dünyadır. Amma hər bir şeyi muğamla bağlamaq olmaz ki, klassikada olmalıdır, muğam da olmalıdır, onunla not əsərləri də olmalıdır. Ona görə də biraz musiqi mədəniyyətinə arzu eləyərdim. Mənim biraz saçım ağadıb. Mənə elə gəlir ki, o sözü desəm inciməzlər. Gəlin, mədəniyyətimizi qoruyaq. Gəlin, mədəniyyətimizlə bərabər mənəviyyatımızı qoruyaq. Musiqimizin keşiyində duraq. Elə bir keşikdə duraq ki, biz falşiv olmasın, yalancı olmasın. Biz, hər adam musiqiçi ola bilməz, hər adam oxuya bilməz, hər televiziya dəvət eləməzlər. Hər klassikanı adını bilmədən adam baxırsan ki, müxbirdir və yaxud da ki, nə bilim, jurnalistsən, sən tardan danışa bilməzsən, musiqidən danışa bilməzsən, musiqişünas olmaq lazımsan. Sən bu şeyləri indiki zamanda, necə ki, idmanda ki, maraq var, köməklik var, çalışırlar ki, hamı bayraq qaldırsın. Bəli, tarın da bayrağı var, kamanın da bayrağı var, mədəniyyətin çıqat bayramı var. O bayramları biraz da qorumaq, biraz onun keşiyində durmaq lazımdır. Mən biraz bilmirəm, o əsr, 21-ci əsrdə yaxşı cəhətlərimiz çoxdur, amma çatışmayan cəhətlərimizi düzəltməliyik biz. Eləməliyik mədəniyyətə, elmə, təhsilə, maarifçiliyə yüksək səviyyədə diqqət vermək lazımdır ki, millətin ünvanı ucalsın. Bax, budur. Var olun. Ramiz müəllim, və sonda mən istərdim sizə arzu edim, daha doğrusu özümüzə arzu edim. Bilirsiniz, siz də Ağdam Muğam Mərkəzi inşa edildi və çox istərdik ki, sizin bir solo konsertiniz orada keçirilsin və biz də orada iştirak edək. Çox gözəl arzudur. Çox gözəl. Mən sizə deyim ki, mənim Azərbaycan təhsilinə, bu yubileylərdir bu. Çox belə xüsusi bir andıdır ki, vaxtı ki, baxıram, görürəm ki, konservatoriya daxil olduğum il 1964-cü il. Azərbaycan Dövlət Filarmoniyasında daxil olduğum 60 ildir, 61 ildir. Əvvəl o vaxt Azərbaycan televiziyası vardı, radiosular. Onlarda ilk dəfə trio çalmışam ansambllarla. Mən bax bunların içərisində filarmoniyaya gələndə, filarmoniya 1964-cü ildə müsabiqə yolu ilə müəllimliyə çıxdım, gəldim filarmoniyaya. Tarımı açdım, gördüm ki, müsabiqə gedir. Çoxlu adamlar var. Birinci mərtəbədə tarımı açdım, girdim içəri, baxdım, gördüm ki, bir 4-5 adam belə təntənəli, belə gözəl insanlardır, amma tanımadım heç birini. Bircə dənə papağından tanıdım, Xan Şunski vardı, unudulmaz. Xanəndə. Xan Şunskini tanıdım. Baxdım belə, oturdum, orta mahur muğamı çaldım. 17 yaşım vardı, 17 yaşım filarmoniyada. Orta mahurda çox çətin, texniki, bədii cəhətdən, repertuar baxımından çox virtuoz bir muğam idi. Çaldım, qutaranda bir kişi belədi, münsiflər heyətinin üzvləridir, burada 4 nəfərdir. Mənə baxdı, əli ilə belə düzəltdi belə. Sən mənim müəllimim olmuşsan,
Sən mənim tələbəm olmuşsan? Dedim, yox. Sən hardan gəlmişsən? Dedim, mən rayondan, böyle filan rayondan. Və sən bunları hardan öyrənmişsən? Dedim, müəllim, rayonda müəllimlərim də var. Deyir, yox, özündən də eləyirsən, parmaqlar eləyirsən, yeniliklər eləyirsən, onlar sənindir. Dedim, vallahi tanıdım. Biraz dedim ki, belə filan. Dedim, bilmirəm, onu mən hardan öyrəndin? Dedim, mən var da məndə balaca Ağdamda, şəhərdə evimizdə Ağdamda. Mən onu oradan öyrənmişəm, Hacı Məmmədov vardı. Dedi, o mənəm. O mənəm deyəndə, İlahi Pərverdigara, gör, mən kimə imtahan verdim. O vaxt, o dövrünün virtuozu idi o. Hacı Məmmədov. Və sizin improvizələrinizi oxuyub. Orada o dəqiqə o xanım, qadın, sonra deyəcəm indi o kimdir. Bizim deməli, ağası Məşədi Bəyov var. O vaxt ansambl rəhbəri idi, Meskom idi və bir də Əliağa Quliyev vardı, əməkdar artist. O da ansambl rəhbəri idi. Hacı Məmmədov da ansambl düzəltmişdi belə. Oradan qadın, xanım durdu belə, Əliş, Əliağa müəllimə Əliş deyirmiş. Dedi, bu oğlanı qapazda. Oğlanı qapazda deyəndə mən qorxdum, belə pis çıxdı, dəzi qap. Bu nə qapazdır? Axı çalmışam axı mən. Belə falan. Durdum, gəldim futliyarı ora salanda, düzəldəndə gördüm o kişi Əliağa müəllim belə-belə kürəyimə vurdu. Dedi ki, oğul gedin sabah saat 9-da filarmoniyada məşqə gəlin, işə girirsən. Təbrik edirəm səni. Bax o mədəniyyət oradan başlayır. Bakıdan başlayır. Filarmoniyadan başladı. Ondan sonraki illər, indiki Beynəlxalq Muğam Mərkəzi, sonra Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, baxarıq, görərik ki, gözə bu dərəcədə bunları eləmək mümkün olurmu? Bunu çünki Heydər Əliyev Fondunun rəhbərliyi çox bizim üçün əzizli olan Mehriban xanım əldə elədiklərini hər adam eləyə bilməz. Dünyaya bir nümunə göstərdi. Bax bu bizə nümunə ürək verir. Ona inanıram ki, bunun adı daha gözəl olacaq, daha yaxşı olacaqdır. Bax buna inanıram. Mütləq olacaqdır. Biz isə bir daha sizə can sağlığı arzu edirik. Sizin tarla sevginiz, məhəbbətiniz bitib tükənməsin heç vaxt, Ramiz müəllim. Biz də zövq alaq, sizi dinləyək. Azərbaycan mədəniyyətini daima səsi dünyanın ən uca nöqtələrindən gəlsin. Təbrik edirik sizi bir daha. Çox sağ olun, mənim əziz Ülviyə xanım. Bütün hamınıza bircə dənə şey arzu edirəm. O var dövlət gəlir gedərdi, can sağlığı, unudulmaz bir həyat var ki, o da möhkəm can sağlığı arzu edirəm. Bax bu arzu ilə yaşayıb yaratmağa dəyər deyirəm mən sizə. Təşəkkür edirəm, mən də amin deyirəm arzularınıza və bir daha xatırladım ki, studiyamızın bugünkü qonağı aprelin 30-u doğum gününü qeyd edən görkəmli tarzən xalq artisti, şöhrət və şərəf ordenli, dövlət mükafatı laureatı professor Ramiz Quliyev idi və biz onunla arzularından, xatirələrindən danışdıq.